hədə qorxu gəlib və vurub onu. Valla 99 J-yə 786. Bakıda avtobus sürücüsü piyadanı döyüb. Oxazı məlumatına görə Bakubas MMC-yə məxsus 11 sayılı 90 J-yə 786 dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisə edib. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar. Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub. Bakubazın mətbuat katibi Əsmər Əliyeva baş verən faktı təsdiqləyib. O qeyd edib ki, insident ötən gün saat 19:30-da baş verib. Video müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Babək Əsgərov piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb. Babək Əsgərovun əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib. Baş vermiş hadisə ilə bağlı aidiyyatı dövlət qurumları tərəfindən araşdırma aparılır.